Hamıya salam, sizinlə bugün Nanır SMR-dir. Bizdə indi əsl Bakı küftə bozbaşıdır. Burada nanə və burada tərəvəzlər gördüyünüz kimi. Gəlin başlayaq, çox acam. Nanə əlavə eləyək. Elə yemək yeməmişəm. Elə dedim ki, küftə bozbaşdan başlayayım. Bilirəm ki, bəzi zonalarda küftə bozbaşa tomat da vururlar. Əsl Bakı küftə bozbaşında yoxdur. Bir də ancaq küftəsi olur. Yanında ət dəyidən var, bilirəm. Mən bizim adət ənənə ilə eləmişəm. Daha doğrusu mən yox, nənəm. Məni, Mən yalan sənə. Dünənləri çox az like gəldi. Qərar verdim ki, part 2-ni hər şey yaxşı olsa sabah çəkim. Biraz aktivlik istəyirəm də səhifəmdə. Uşaqlar, biraz aktiv olun. Rəylərdə yazın, nə istəyirsiniz. Like eləyin. Oyda, kartof dağılır. Like eləyin. Yəni, mən də görüm də aktivliyə. Qırmızı soğanımızı da götürək. Bugünkü temamız tanışlıqdır. Onu da çox adam istəmişdi. Köynə hərimlə necə tanış olmuşuq. Yeməkdən əl çəkə bilmirəm. O qədər belə sulu yemək istəyirdim, inana bilmirsiniz. Deməli, keçək. Necə tanış olmuşam? Universitetdə. Əslində mən o insanı heç görməmişdim. Heç fikirdə verməmişdim. Çünki mən oğlanlarla heç danışmırdım. 2-3 dənə qız var idi ki, hansılarla danışırdım. İndi deməyin ki, özümdən razı olduğum üçün yox, ona görə deyildi uşaqlar. Astunu tanıyanlar bilir ki, orada çoxları oğlandı. Mən ora qəbul olanda bunu bilmirdim. Bilsəydim, bəlkə dəyişərdim. Və biz patok yoldaşıydıq, patok. Eyni qrupda deyildi, amma patokda birləşdirirdilər də bizi. Mənə qızlar deməyə başladı ki, sənin arxa partanda, sənin arxada bir dənəsi oturub sənə baxır. Mən də dönüb baxmışdım ki, yəni kimdə, orada nədir, nə olub. Sifət göstərdim ki, nə baxırsan da, yəni. Mən elə şeyləri sevmirəm, ona görə. Və qızlar deyir, ay Allah, çox yaraşıqlıdır, sənə çox yaraşır. Bütün qızlar onun üçün ölür, gəbərir. Vallahi heç xoşum da gəlmirdi. Başladı mənə Facebookda yazdı o vaxtda. Güya biz orada yazırdıq axı. Nəsə köçürməyə də ki, mən göndərim, o da yazsın. Mən də okey. Göndərdim o vaxtı, yadımdadır. Və belə patok birləşirdi. Danışırdıq, söhbətləşirdik. Yenə də deyirəm, heç mənim zövqümdə insan deyil. Mən belə tip doğrudan da belə narsist tipi olurum. Bir dənə türk aktyoru var. Adı yadımdan çıxıb. Saqqalı.
Çatışını biraz yuxarı belə qaldırırdı. 1.80 boy təqribi sadəcə demək istəyirəm də. Hardasa 70 nə qədərsə çəkidə. Qaraşın oğlan idi. Amma de, ay Allah, siz necə yaraşırsınız? Siz necə belə deyə. Ay bir mən də başladım onu bəyənməyə. Halbuki heç zövqümdə belə insan deyildi. Yəni mən indi başa düşürəm ki, mənim ağlım hardaydı. Bilmirəm həqiqətən. Mən ümumiyyətlə tipim sarı saçlı ya da şaten. Qaraşın yox da, yəni mənim tipim elə deyil. Saqqal ümumiyyətlə sevmirəm. Ağlım hardaydı həqiqətən bilmirəm. Və belə tanış olmuşduq universitetdə. Qeyri-adi bir tanışlıq olmayıb. Sonra da patokda ilə otururduq. Dərslərdən çıxırdıq, qrupla bir yerdə olurdu, gəzirdik belə. Yəni bizdən əlavə insanlar da var idi, yəni. Ya da məsəl üçün su istirdim, nəsə istirdim. Gedirdi, dərsdə gecikirdi, gedirdi mənə alırdı. Yəni belə çəmələr olub. Amma həqiqətən zövqümdə insan bir tip deyil. Deyirlər bəzi hallarda sevginin gözü kör. O məsəl mənəm deyəsəm. İndi məsələn, indiki ağlımla elə tip insanın heç vaxt tanış olmazdım, heç vaxt. Çünki belə deyim də, indi başa düşürəm ki, narsist tipi var idi onun, özünü çox sevirdi. Elə bir güzgüdən keçirdi, güzgüyə hər dəfə baxırdı, o qədər özünü sevirdi. Bəzi insanlar da yazdı ki, irəlilərdə, inanmıram, yalan deyir, haqqa girməyim. 3 dənə də 4 dənə də orada like var. Mən nə dedim? Justin Bieber'lə tanış olmuşdum. Və yaxud da Enrique Iglesias'la. Orada nə qeyri-adi? Həqiqətən belə olub. Həqiqətən, yəni indi elə oğlanlarımız var da doğrudan xalalarla belə görüşürlər. Yoxdur ki. Oğlan pul gördü də, bu qədər. Mən o pulu vermirdim. Bu qədər. Yəni mən də başa düşürəm ki, o yəqin öyrəndi ki, mənim də Bakıda evim var. Ailəm yaxşı ailədir. Yaxşı oxuyurdum. Universitet vaxtı. Bir dənə kəsirim olmadı 4 il ərzində, bir dənə. İstəyirsiniz gedin öyrənin, heç mənim fərqi də yoxdur. Çünki bu faktdır. Ona görə inanmıram deyəndə bir fikirləşin, hansısa bir xanım oturub internetə, bütün internetə yalandan niyə desin, başdan qırıcıdır. Hərdən belə şeylər düşünün məncə. Ona görə uşaqlar, siz dəstək olun, ha. Onda hər şey olacaq. Bütün mənə enerji verirsiniz, başa düşürsünüz. Siz mənə dəstək olsunuz, mənə də daha çox enerji verirsiniz ki, mən də gündə çəkim. Hər gün video çıxır uşaqlar. Sizlə Nanul ASMR idi. Burada mənim köhnə videolarımdan biri olacaq. İzləyə bilərsiniz, izləməmisinizsə və burada loqom olacaq. Ora basıb məni takip ata bilərsiniz. Sağ olun uşaqlar, sabahədək.